Mumtəhina surəsi Mədinədə nazil olmuşdur. 13 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun. Onlar, kafirlər sizə gələn haqqı, Qur'anı, Muhammed əleyhisselamı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz, mehribanlıq göstərirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün, onlar Peyğəmbəri və sizi Məkkədən çıxardırdılar. Əgər siz mənim yolumda və mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa, mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz. Dostluq üzündən onlara sir verirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi, bütün gizli və aşkar əməllərinizi bilirəm. Sizdən kim bir daha bunu etsə, düşmənlərlə dostluq edib onlara sir versə, o şübhəsiz ki, haqq yoldan azmışdır. Əgər onlar, müşriklər sizi ələ keçirsələr, sizə qələbə çalsalar, sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər. Nə xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki qohum əqrabanız, nə də oğul uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir. İbrahim və onunla birlikdə olanlar, möminlər sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə, bütlərlə heç bir əlaqəmiz yoxdur. Biz sizi, dininizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır. Ancaq İbrahimin öz atasına, mən öz Rəbbimdən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəclə səni Allahdan, Allahın əzabından qurtara bilmərəm. Mənim bacardığım yalnız budur deməsi istisnadır. Onlar həmçinin belə demişdilər: ey Rəbbimiz, biz ancaq sənə təvəkkül etdik. Tövbə edib ancaq sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır. Ey Rəbbimiz, bizi kafirlərin əlinə salma. Onları bizim üstümüzdə hakim etmə. Bizi bağışla. Ey Rəbbimiz, həqiqətən sən yenilməz qüvvət, hikmət sahibisən. Ey möminlər, and olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim kafirlərlə dostluq edib, Allahın buyurduğundan üz döndərsə, bunun zərəri ancaq onun özünə olar. Allah heç nəyə möhtac deyildir. O tərifə, şükrə layiq. Ey möminlər! Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr, Məkkə müşrikləri arasında onları İslam dininə gətirməklə dostluq, məhəbbət yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhm edəndir. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir. Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman, onları imtihana çəkin. Allah onların imanını çox gözəl bilir.
onları yoxlayıb bilmək sizə lazımdır. Əgər bunların, bu qadınların həqiqi mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar, bu qadınlar onlara, kafirlərə, nə də onlar bunlara halaldır. Onların, kafirlərin həmin qadınlara xərclədiklərini, mehri özlərinə qaytarıb verin. Bunların, bu qadınların mehirlərini özlərinə verdiyiniz təqdirdə, onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbiriniz altında saxlamayın. Həmin qadınlara verdiyiniz mehri, onların ərə getdiyi kafirlərdən istəyin. Kafirlər də İslamı qəbul edib, möminlərlə evlənən qadınlara sərf etdikləri mehri sizdən istəsinlər. Allahın hökmü budur. O sizin aranızda belə hökm edər. Allah hər şeyi biləndir, hikmət sahibidir. Əgər zövcələrinizdən biri sizdən qaçıb, mehrini geri qaytarmadan kafirlərə qoşulsa və siz də onlarla vuruşaraq qənimət əldə etsəniz, zövcələri kafirlərin yanına getmiş kimsələrə həmin qənimətdən, onların bu övrətlərə sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun. Ya Peyğəmbər, mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, qız uşaqlarını diri-diri torpağa gömməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı, bəyənilən işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyyət etmək üçün yanına gəldikləri zaman onların beyyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbristan əhlindən, ölülərin qiyamət günü diriləcəyindən ümidlərini üzdükləri kimi, onlar da axirətdə Allahın mərhəmətindən ümidlərini üzmüşlər.